Hər vaxtınız xeyir olsun, gecəniz xeyir olsun, artıq gecədir. Bugün bir məsələ ilə əlaqədar yenə qarşınızdayım. Mən Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyinin sədri Kamil Abdullayev. Deməli dostlar, bugün Ağstafa rayonundan bir şəhid anası zəng eləmişdi, Nazilə xanım. Çox təlaş içində idi. Ağlaya-ağlaya zəng elədi ki, Kamil müəllim, sizdən çox xahiş edirəm. Neçə illərdir mənə heç kim kömək eləmir. Sizin videolara baxdım, bəlkə mənə köməklik göstərəsən. O dərdini danışdı, o şəhid anası. İnandırım sizi, ayağımın altından yer qaçdı. Yəni, insan bu qədər ədalətsiz olarmı? İnsan bu qədər hörmətsiz olarmı? İnsan bu qədər vicdansız olarmı ki, şəhid ailəsini sən incidəsən? Deməli, məsələ nədən ibarətdir? Bu xanım sahibkar kimi fəaliyyət göstərir. Yəni, çobandır, böyünü var, bir neçə qoyunu var. Ağstafanın, demək, orada Ceyran çöl ərazisi var. Orada istəyir ki, bir yatağı olsun. Bu qoyunları, ondan sonra ailəsini orada o yataqda məskunlaşdırsın və eyni zamanda oradan həm gəlir əldə eləsin, həm də dövlətə vergi ödəsin. Qanun qayda nətər deyilə. Bu şəhid anası icra başçısına da müraciət eləyib, orada müxtəlif adamlara müraciət eləyibdi. Eyni zamanda bir nəfər, hansı ki bu işlə məşğuldur, MMC, bilmirəm hansı MMC-dir, onun rəhbərinə müraciət edibdi. Bu da ona orada yer veribdi ki, öz heyvanlarına baxsın orada. Eyni zamanda da dövlətin orada müəyyən heyvanları olubdur, o heyvanlara da baxsın. Bu insanda Kənd Təsərrüfatı Naziri İnam Kərimovun həyat yoldaşının dayısı dayısıdır da, hesab olunur, yox, dayısıdır. Deməli, bu xanım aldadıb. Bu xanımın başına olmazın oyunlarını açıb və təhqir eləyib, təhdid eləyib, onun 120 baş heyvanını alıb və bir başqasını da elənçə aldadıb İnam Kərimovun adından. Bu gəlib İnam Kərimovun qəbulunda da olub, İnam Kərimov Kənd Təsərrüfatı Naziri olanda, indi Ali Məhkəmənin sədri olanda da nə qədər müraciətlər eləyib ki, heç olmasa mənim öldürdüyünüz heyvanın pulunu vereyim. Hə, bu gün verəcəksə, hər verəcək. Bundan başqa bir başqası da olubdur. Onların da hamısının səs yazıları var. Və eyni zamanda bir nəfər də olubdur orada. O da prezidentin köməkçisi Şahmar Mövsümovun qohumudur. İndi siz təsəvvür edin, mənim əziz xalqım. Prezident niyə hörmətdən düşür? Bu cür hallar xalq arasında var, bu cür hallar prezidenti hörmətdən salır. Sonra deyirsiniz ki, prezident şəhid ailələrinə, qazilərə hörmət eləmir. Prezident hörmət eləyir. Prezidenti hörmətdən salan onun ətrafındakı insanlardır. Ay Ali Məhkəmənin sədri İnam Kərimov, ay prezidentin köməkçisi Şahmar Mövsümov. Bəs bu qohumlarınızı bir bağlayın da bir yerinizə, haranıza bağlayırsınız. Şəhid anasını, şəhid ailəsini o günə salmaq olarmı? Niyə axı bu günə salırsınız? Niyə şəhidlərə qarşı hörmətsizlik olunur? Ona kömək eləmirsiniz. Onların bir problemlərini həll eləmirsiniz. Niyə onlara problem yaradırsınız? Nədir? Dərdimiz nədir? Niyə axı? Gərək bir-birimizin əlimizdən tutaq. Uzun sözün qısası, ay İnam Kərimov, siz də Qərb Azərbaycandansınız da. Oradan da sizin əsliniz, nəsliniz gələndə onları biz necə qarşıladı, onları Azərbaycan xalqı necə qarşıladı? Niyə bu vəziyyətə salırsınız? Niyə ayrı seçkilik edirsiniz? Nəyə görə Ağstafalılara qarşı hörmətsizlik edirsiniz? Ağstafalılar qalsın bir tərəfə, şəhid anasıdır. Sizə müraciət edir, yalvarır. Deyir ki, mənim heyvanımın pulunusa da verin, apardınız, oğurladınız, yediniz, burnunuzdan gəlsin. Heç olmasa pulunusa da verin də, nə olar? Da bundan artıq nə deyir sizə? Gərək burnunuzdan gələ, ondan sonra verəsiniz bu şəhid anasının malının, qoyunlarının pulunu. Niyəyə baxıb bu vəziyyətə salırsınız?
Çox hörmətli Azərbaycan xalqı. Bax, prezidenti hörmətdən salmaq budur. Mehriban Əliyevanı hörmətdən salmaq budur. Görürsünüz xalqı kimlərdir əzən? Bu məmurlar. Bu hansı ki bir gün də olsun məhkəmə sistemində işləməyən İnam Kərimov Ali Məhkəmənin sədri qoyanda bilmirdi ki, bu xalq əzəcək. Bilmirdi ki, bu artıq əndazəsindən çıxacaq. Bu nə deməkdir? Necə prezidentin köməkçisinə biz gedir, xahiş edirik, bizi qəbul eləsin ki, bəs biz öz dərdimizi ona deyək ki, bəs bizi problemi həll eləsin. Cəmaatı niyə problemə salır sizin qohumlarınız? Nə böyük adamlardır. Çox belə təəssüflər olsun. O xanımın qarğışı sizin balalarınızın başına gətirəcəkdir sizin o oyunları. Siz onların başına açdığınız oyunu. Çox təəssüflər olsun ki, bugün şəhid ailəsinə qarşı bu hörmətsizliyi sizin qohumlarınız eləyir. Birbaşa məmur qohumlarıdır. Mən çox xahiş eləyərdim ölkə rəhbərindən. Bu cür halların qarşısı alınsın. Bu xalqı əzmək olmaz. Bu xalq neyinir ki? Sizə güvənir, sizi seçib prezident, cənab prezident. Belə olmaz axı. Bu necə köməkçidir, prezidentin köməkçisi hesab olunur. Onun qohumları Aksafada at oynadı. Bu necə Ali Məhkəmənin sədridir ki, onun qohumları məhkəmə nə olduğunu bilmir, qanun nə olduğunu bilmir, insanlara zülm verir. Diqqətinizə görə sağ olun. Mən belə hesab edirəm ki, tezliklə mənim ölkəmin rəhbəri, Ali Baş Komandanı mənim səsimə səs verəcək və mənim yox, o ananın səsinə səs verəcəkdir. Onun bütün koordinatları məndə var. Eyni zamanda mən buradan üzümü tuturam Arsafanın icra başçısı Seymur Orucova. Mən heç gözləməzdim. Sizin də qəbulunuz olub həmin ana. Siz də demişsiniz ki, mənim əlim çatmır. O, Ali Məhkəmənin sədrinin qohumudur. Bu birisi də prezidentin köməkçisinin qohumudur. Çox təəssüflər olsun. Mən indi bunları demək istəmirəm, amma şəhidə qarşı bu cür hörmətsizlik yaraşmır sizə, heç kimə yaraşmır. Eyni zamanda da Ali Məhkəmənin sədrinə heç yaraşdırmadım mən. Heç yaraşdırmadım. İndi yəqin ki, bir tədbir görər.